Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni dərslikdən tənəffüs hərəkətləri və qazlar mübadiləsisi bölməsinin mövzusunun izahını paylaşacağam. Elə isə başlayaq. Deməli, biz bilirik ki, canlılar yaşaya bilməsi üçün tənəffüs etməlidirlər. Bəziləri oksigenli mühitdə yaşayır, yəni oksigen iştirakı ilə tənəffüs edir. Bəziləri oksigensiz mühitdə yaşayır, yəni oksigen olmadan tənəffüs edir. Tənəffüs prosesi nədən ibarətdir? Yəni biz qida maddələrini qəbul edirik, bizim qanımıza keçir, yəni həzm olunur və bizim qanımıza keçir və qanımızda olan artıq o şəkər, qlükoza oksigenli mühitdə yaşayan canlılarda oksigenin iştirakı ilə, yəni oksigenlə reaksiyaya girib enerji əmələ gətirir. Oksigen olmayan, yəni oksigensiz mühitdə yaşayan canlılarda isə oksigen iştirakı olmadan enerji əmələ gətirir ki, tənəffüs prosesi bundan ibarətdir. Və biz hal-hazırda oksigenin iştirakı ilə tənəffüs edən canlılardan danışırıq deyə deyirik ki, tənəffüs hərəkətləri sayəsində oksigen qazı qəbul edirik və karbon qazı xaric edirik. Çünki oksigen qazı bizim orqanizmimizə daxil olur, istifadə olunur və karbon qazına çevrilib karbon qazı şəklində orqanizmdən xaric olunur. Və bu prosesi biz nəfəs alma və nəfəs vermə aktları hesabına həyata keçirə bilirik ki, buna da ağciyər ventilyasiyası və yaxud da ki, qazlar mübadiləsi deyilir. Bilirik ki, ağciyərimiz döş boşluğunda yerləşir, döş qəfəsi ağciyərlərimizi xarici təsirlərdən qoruyur və keçən dərsdə də biz ağciyərlərin quruluşu haqqında məlumat vermişdik. Və bu zaman biz nəfəs alma və nəfəs vermə aktlarından danışacağıq. Deməli, nəfəs alma zamanı qabırğarısı və diafraqma əzələləri bu prosesdə iştirak edir. Yəni bizim tənəffüsümüzü ağciyərlərimiz təmin etdiyi üçün, yəni əsasən qabırğarısı əzələlər və diafraqmanın hesabına biz bu prosesi həyata keçirə bilirik. Yəni, bir də onu yadınızda saxlayırsınız ki, axın hər zaman təzyiq çox olan yerdən az olan yerə doğru gedir. Yəni, nəfəs alma zamanı qabırğarısı əzələlər və diafraqma əzələləri yığılır və döş qəfəsi genişlənir. Təbii ki, əgər ağciyərə hava dolubsa, ağciyər genişlənibsə, deməli, döş qəfəsinin də həcmi genişlənməlidir. Bu zaman döş boşluğunda təzyiq aşağı düşür. Nə dedik? Dedik, təzyiq çox olan yerdən az olan yerə doğru getməlidir. Əgər ağciyərdə təzyiq çox olsaydı, bu zaman nəfəs alma baş verə bilməyəcəkdi. Onda hava xaricə çıxacaqdı. Təzyiq az olmalıdır ki, atmosferdə olan hava ağciyərə daxil ola bilsin. Ona görə də döş boşluğunun həcmi genişlənir, diafraqma yastılaşır, eyni zamanda yığılır, yastılaşır, qabırğarası əzələlər yığılır və hava ağciyərlərə daxil olur və qazlar mübadiləsi baş verir. Yəni, qan-damar sistemini keçəndə ona ətraflı danışacağıq. Ürəkdən ağciyər venaları ilə oksigensiz qan gəlir ağciyərə. Ağciyər alveollarında qazlar mübadiləsi baş verir. Yəni, kapillərlərdə, qan kapillərlərində olan oksigen, deməli, karbon qazı keçir ağciyər alveollarına, ağciyər alveollarında olan oksigen isə keçir qan kapillərlərinə və qazlar mübadiləsi baş verir. Deməli, alveolları nə keçdi? Karbon qazı. Deməli, karbon qazı xaric olmalıdır. Və bu nə zaman baş verir? Nəfəs vermə zamanı. Nəfəs vermə zamanı isə qabırğarası əzələlər boşalır, diafraqma əzələləri boşalır və diafraqma yuxarı doğru qalxır. Artıq belə deyək də, burada ağciyər genişlənmişdir, diafraqmanı basmışdı aşağı, amma bu hissədə artıq ağciyərlər boşaldığına görə həzmi kiçilir və diafraqma yuxarı doğru qalxır. Və döş qəfəsi sıxılır. Təbii ki, ağciyərdə hava boşaldığına görə döş qəfəsinin həzmi kiçiləcək və döş boşluğunda təzyiq artır. Təzyiq artdığına görə hava ağciyərdən atmosferə xaric olur. Bu da belə. Və dedik ki, alveollarda baş verir qazlar mübadiləsi. Biz dedik, keçən dərsimizdə dedik ki, hava, burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu, bronxlar, bronxiollar və bronxiolların uclarında yerləşən alveollara doğru hərəkət edir və bronxiollar, alveollar ağciyərlərin içərisindən yerləşir və qazlar mübadiləsi də alveollarda baş verir. Və ağciyərlərə təbii ki, hava daxil olduğu zaman bunun hamısı oksigen deyil. Yəni 100% olan bir havanın 21% oksigen, 78% azot və 0,3% karbon qazı olur. Və təbii ki, bu normal haldan söhbət gedir.
Və nəfəs verdiyimiz havanın tərkibində isə 16% oksigen, 4% karbon qazı, 78% isə azot olur. Eyni zamanda 1% də təsirsiz qazlar olur ki, bunlar yəni dəyişmir də, elə daxil olduğu faizi ilə də eyni qədər xaric olur. Və görürük ki, burada dedik ki, 21% oksigen daxil oldu, 16% oksigen çıxdı. Deməli 5% oksigen bizim qanımıza keçdi. Və nəfəs alma və nəfəs vermə zamanı oksigen və karbon qazının mübadiləsi ağciyərlərdə baş verir və bilavasitə alveollarda baş verir deyirik. Və alveollar bir qatlı epitel toxumasından təşkil olunmuşdur, sıx qan kapillərləri ilə əhatə olunmuşdur və bir qatlı epiteldən təşkil olunmağının belə deyək də üstünlüyü ona bu üstünlüyü verir ki, orada mübadilə prosesi baş verir və hər ağciyərdə 300 milyondan çox alveol olur. Və epitel hüceyrələrinin ifraz etdiyi alveolların təşkil olunduğu epitel hüceyrələrinin ifraz etdiyi bioloji fəal maddələr alveolların səthini örtür və bu örtük təbəqəsi qovucuqları daim eyni həcmdə saxlayır və mikroorqanizmləri də burada zərərsizləşdirir. Eyni zamanda deyir ki, alveollarda həmişə müəyyən miqdarda hava olur. Yəni, alveollara daxil olan oksigen diffuziya yolu ilə qan kapillərlərinə keçir və qan kapillərlərinin tərkibində olan hemoqlobinlə birləşir və oksihemoqlobin əmələ gətirir. Və bununla da sonra ürəyə gedəcək, oradan da hüceyrələr, toxuma və orqanlara çatdırılacaq ki, oradan da toxuma mayesi vasitəsilə hüceyrələrə çatdırılacaq. Eyni zamanda deyirik ki, bəs bizim orqanlarımızda karbon qazı əmələ gəldi. Yəni, onların həyat fəaliyyəti zamanı karbon qazı əmələ gəldi. Bu necə daşınır? Hüceyrələrdə əmələ gələn bu karbon qazı oksigenlə birləşir, hemoqlobinlə birləşir və alveollara aparılır. Alveollardan da xaric olacaq artıq orada. Belə deyək də, alveollardan keçəcək və burun boşluğuna, sonda burun boşluğundan xaric olacaq. Eyni zamanda bizim qan plazmamızda, yəni karbon qazının daşınmasında iştirak edir ki, burada karbon qazı bikarbonatlar şəklində daşınır və karbon qazı diffuziya yolu ilə alveollar keçib oradan xaric olur. Və deyirik ki, orta yaşlı insanda ağciyərlərin orta həyat tutumu 4 litr və 4-6 litr arasında dəyişir. Təbii ki, bu həcm insan cinsindən, yaşından, bədən quruluşundan, sağlamlığından asılı olaraq dəyişə bilir. Yəni, biz bir dəfə nəfəs aldığımız zaman 500 kub santimetr hava uduruq və bu udduğumuz hava tənəffüs havası adlanır. TH ilə işarə olunur. Eyni zamanda dərindən nəfəs alma zamanı isə bizim ağciyərlərimizə 3000 kub santimetr deməli hava daxil olur ki, bu əlavə hava adlanır və dərindən nəfəs vermə zamanı isə xaric olan hava ehtiyat hava adlanır və onun həcmi isə 1000 kub santimetr olur. Və maksimum nəfəs verdikdən sonra belə ağciyərlərimizdə hava qalır ki, bu da qalıq havadır və qalıq havanın həcmi 1200 kub santimetr götürürük. Ağciyərlərin hava tutumunu ölçmək üçün spirometr adlanan cihazdan istifadə olunur və insanın dərindən nəfəs aldıqda və sonra deməli, insan dərindən nəfəs aldıqdan sonra xaric etdiyi hava 4500 kub santimetr olur ki, bunlarda ağciyərlərin həyat tutumu adlanır. Dərindən nəfəs almırsa və ya da dərindən nəfəs vermirsə, normal halda insan 500 kub santimetr hava udur, 500 kub santimetrdə nəfəs aldığı zaman 500 kub santimetr hava udur, nəfəs verdiyi zaman isə 500 kub santimetr hava xaric edir. Və İndi bu hissəyə bir dənə diqqət yetirək. Bu hissəyə də diqqət yetirək. Deməli, bu hissədə nə deyir? Deyir ki, ağciyərlərin tənəffüs potensialı. Ağciyərin tənəffüs potensialını tapanda, baxın, görürsünüz, tənəffüs havasının üstünə əlavə havanı gəlib, biz ağciyərin tənəffüs potensialını tapmış oluruq. Eyni zamanda ağciyərin hava tutumunu necə tapırıq? Ağciyərin hava tutumunu tapmaq üçün tənəffüs havasının üstünə əlavə hava, onun da üstünə ehtiyat havanı gəlib tapırıq. Yəni, bunu düstur şəklində bunları öyrənirsiniz. Sonra ağciyərlərin ümumi tutumunu tapmaq üçün, deməli, ağciyərlərin hava tutumunun üzərinə, yəni artıq ağciyərin hava tutumunu necə tapdıq? Tənəffüs havası, üstəgəl əlavə hava, üstəgəl ehtiyat havası. Yəni, bu olur ağciyərin həyat tutumu və bunun da üzərinə, deməli, qalıq havanı gələndə ağciyərlərin ümumi tutumunu öyrənmiş oluruq. İndi bu hissəyə diqqət yetirək. Deməli, tənəffüs havası
burada göstərilib. Tənəffüs havası dedik ki 500-dür. Və eyni zamanda deyir ki, tutaq ki, əlavə hava 3000-dir. Baxın, bu hissə əlavə havanı göstərir. 3000 olar. 3000-dən 6000-ə qədər aralıq göstərir. 3000. Sonra ehtiyat hava deyirik ki, 1000 kub santimetrdir. Və görürsünüz, bu hissəni göstərir. 1000 kub santimetr ehtiyat hava. Və burada da, bu hissədə də ağciyərlərin həyat tutumu. Ağciyərin həyat tutumu nə dedik? Tənəffüs havası, yəni tənəffüs havası, üstünə gəl ehtiyat hava, üstə gəl əlavə hava. Üstü bunların hamısını topladı. Yox, buranı artıq çəkdim. Bunları topladıq və oldu ağciyərlərin həyat tutumu. Sonra ağciyərləri tənəffüs potensialını tapanda tənəffüs havasının üzərinə gəldik əlavə havanı, yəni bu hissəni gəldik. Deməli, ağciyərlərin tənəffüs potensialını tapmış olduq. Ondan sonra ağciyərlərin ümumi tutumunu tapmaq üçün ağciyərin həyat tutumunun, baxın bu hissənin üzərinə gəldik, qalıq havanı və ağciyərlərin ümumi tutumunu tapdıq. Bu da belə. Bu qədər. Və sonra öyrəndiklərinizi tətbiq edən hissəsinə baxaq. Deməli, burada deyir ki, qrafikə, birinci buradakı qrafikə nəzər yetirməliyik və qrafikə əsasən məktəbli verilən müddətdə nə qədər tənəffüs hərəkəti etmişdir. Baxırıq ki, yuxarı qalxıbsa, yəni belə yuxarı qalxıbsa, bunlar nəfəs almadır. Aşağı düşübsə, bunlar nəfəs vermədir. İndi buna əsasən baxaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə nəfəs alıb, sonra aşağıda da 7 dənə. Deməli, 7 dənə nəfəs verib. Ona görə də tənəffüs hərəkətlərinin sayı olacaq 7. Və bu zaman ağciyərlərin tənəffüs potensialı nə qədərdir? Biz dedik ki, ağciyərlərin tənəffüs potensialını tapmaq üçün tənəffüs havasının üzərinə gəlməliyik, deməli, əlavə havanı. Baxırıq ki, ilk 15 saniyə ərzində, yəni bura qədər olan müddətdə 2-dən, yəni deməli 2,5-dən 3-ə qalxıb. Yəni 0,5 kub desimetr oksigen, yəni hava qəbul edib. Yəni 500 kub santimetr hava qəbul edib. Ondan sonra burada 15 saniyədən bu yana artıq deməli 2,5-dən artıq burada 3-dən, baxın 3-dən 2,5-dən 3-ə qalxmışdı. Sonra da 3-dən qalxıb 5-ə. Yəni 2 desimetrdə buradan oldu. Yəni əlavə hava da artıq qəbul elədi. Ona görə də 0,5-in üstünə 2 desimetr gəlir, 2,5 desimetr oldu bunun deməli atmosfer havasının ağciyərin tənəffüs potensialı daha doğrusu. Sonra öyrəndiklərinizi yoxlayın. Deməli, nəfəs alma və nəfəs vermə aktı icra etmək üçün hansı orqanların iştirakı vacibdir? Təbii ki, nəfəs vermə və nəfəs alma aktı tənəffüs orqanları iştirakı vacibdir və bir də qabırğaarası əzələlər, bir də diafraqma əzələləri iştirakı vacibdir. İkinci sual, alveolların daxili boşluğunun nəmli olmasının əhəmiyyəti nədir? Daxili boşluğunun nəmli olması onların deməli özünə oksigen birləşdirməsinə belə deyək və karbon qazını xaric etməsinə kömək edir. Yəni öz funksiyasını yerinə yetirməsinə kömək edir. Bir də şagirdlər bir dənə də bu məsələ formasını sizə izah etmək istəyirəm. Deməli biz dedik ki, baxın bura əsasən, yəni biz dedik ki, insan bir tənəffüs hərəkət etdiyi zaman 500 kub santimetr hava odur. Bunun 21% oksigen, 78% azot, 0,3% karbon qazıdır. Eyni zamanda xaric edən havada da 16% oksigen, 4% karbon qazı, 78% də oksigendir. Yəni bir tənəffüs hərəkət etdiyimiz zaman 500 kub santimetr hava uduruq və bu 500 kub santimetr hava 100%'dir. Məsələn, bizə desək ki, insan bir tənəffüs hərəkət etdiyi zaman neçə kub santimetr oksigen udar? Deməli, 500 kub santimetr 100%'dirsə, X da 21%'dir. Çünki dedik ki, 21% oksigen qəbul edir. X da bərabərdir 105. Deməli, 21% oksigen 105 kub santimetrdir. Və yaxud da ki, bir tənəffüs hərəkət etdiyi zaman
500 kub santimetr hava xaric edir. Bu zaman xaric etdiyi havanın nə qədər karbon qazıdır? 500 100%-dirsə, x da baxın buradakı 4%-dir. O da elədir 20 kub santimetr. Buna əsasən hesablayır. Və yaxud da deyə bilər ki, insan bir tənəffüs hərəkət etdiyi zaman qan kapillarlarına nə qədər oksigen daxil olur? 500 100%-dirsə, x 5%. 5%-i hardan tapdıq? 21% qəbul edir, 16% xaric edir. 5% qalır. X də bərabərdir 25%. 25 kub santimetr. 25 kub santimetr. İzah bu qədər şagirdlər. Hər birinizə uğurlar. Sağ olun.